Yaxın dövrlərdə Bakı metropolitenində sərnişin axınının tənzimlənməsi və qatarların daha sürətli hərəkət etməsi məqsədi ilə ciddi tədbirlər həyata keçiriləcək. Qeyd edək ki, hazırda metropoliten şəbəkəsində 3 xətt fəaliyyət göstərir. Bu xəttlərdən yalnız biri, Bənövşəyi xətt tam müstəqil rejimdə çalışır. Digər ikisində qırmızı və yaşıl xəttlərdə hərəkət edən qatarlar 28 may stansiyasında eyni platformadan istifadə edir. Yəni bugün 28 may stansiyasında həm İçəri şəhər, həm də Dərnəgül istiqamətinə gedən qatarlara eyni platformada növbəli şəkildə minik həyata keçirilir. Bu isə sərnişin axınının bir-birinə mane olmasına, platformada nizamsızlığın yaranmasına səbəb olur. Aparılacaq kompleks tədbirlərdən sonra qırmızı və yaşıl xəttlər bir-birindən ayrılacaq və müstəqil fəaliyyət rejiminə keçəcək. Bundan sonra qatarlar yaşıl xətt boyunca Dərnəgül Xətai, qırmızı xətt boyunca isə İçəri şəhər Həzə Aslanov arasında hərəkət edəcək. Nəticəsində xəttlərdə interval 2-2,5 dəqiqəyə endiriləcək. Bu dəyişikliklər 11 aya qədər davam edəcək. Bu dövrlərdə sərnişinlərin narahatlığını minimuma endirmək üçün Bakı metropoliteni və aidiyyəti dövlət qurumları birgə fəaliyyət göstərəcək. Bəs dəyişikliklərlə bağlı sərnişinlər nə düşünürlər? İnsanlara narahatçılıq. Çox narahat olacaq insanlar. Hələ metro işləyir, bu qədər narahatdır. Sıxlıq var. Metro dayansa gör nə olar. Əlavə marşrutlar təşkil etsinlər insanlar üçün. Çox olsun marşrutlar yəni. Ki ardı arası kəsilməsin ki, insanlar rahat-rahat istədiyi yerlərə gedib gəlsinlər. İşə edərsə. Yəni 11 ay təmirdə saxlamaq əlbəttə düzgün olmaz. Çünki 28 elə yerdir ki, yəni çox adamlar istifadə edir bu yeri. Gəlir, gedir də, çox iş yerləri var orada. Ona görə olmaz məncə. Açığı bu təmir işləri yay aylarına salsalar yaxşı olardı. Yay aylarında şəhərdə sıxlıq çox az olur. Məktəblər, universitetlər bağlanır filan. Yay aylarında sıxlıq olur, amma məncə qışa planlaşdırırlar. Gələn 26-cı ilin başlanğıcından planlaşdırırlar. O biraz pis olacaq. Sıxlıq çox olacaq dəhşət sürətdə. Həmin 6 ay müddətimi, 1 il çəkəcəyimi təmir işləri o müddətdə biraz çox çətinlik çəkəcək həqiqətən. Yəni ekspert xəttlər olsa, biraz o gücləndirsələr çox gözəl olar. Sıxlıq olacaq, probkalar yaranacaq, nə bilim, marşrut xəttləri artırılma imkanı varsa, marşrut xəttləri artırılsın ki, belə də yəni sıxlıq çox da müşahidə olunmasın. Yəni bu çətinlik müvəqqəti çətinlikdir, yəqin ki dözmək lazımdır. Başqa işlə. Başqa əlac yolu ya taksi tutmaq, ya belə. Ya da piyada getmək. Məsələn, mən öz yolum buradan keçir hər dəfə. Yəni elə bir şey olsa mən işə gecikmə ehtimalım yaranır. Yəni bunun da nə bilim qarşılığını avtobusları çoxaltsınlar, yəni yeni xəttlər açsınlar mümkün olursa əgər. Bu şəkildə çözmək olar. Mən özüm də 28 maydan çox istifadə edirəm. 28 may əsas metrolardan biridir. Əgər ora bağlanacaqsa, yəqin sahil İçəri şəhər metroları işləyəcək. Ya oradan çıxıb piyada gəlməli ora, vətəndaşlara əziyyət olacaq. Ya da məcbur nəqliyyat, sərnişin nəqliyyatına istifadə edib, sıxlıqda biraz da çətin olacaq. Zaten çətin idi, biraz da çətin olacaq. Bəs aparılacaq kompleks tədbirlər Bakı metropolitenində hansı çətinliklərə birdəfəlik son qoyacaq? Metroda ediləcək dəyişikliklərlə bağlı sərnişinlər nələri bilməlidirlər? Bugün sabaha saxlamadan yaxın zamanlarda Bakı metrosunda olacaq dəyişikliklərlə bağlı bir sıra suallara aydınlıq gətirməyə çalışacağıq.